Sizləri yemək bazarından salamlayırıq və hər gün yerlənən yeməklərimiz isə sizdən qulluğunuzdur. Və keçirik yeməklərdən birinci olaraq spanaqlı quzu şabalıqlı alsa turşusundan. Partlama toyuğumuz var burada, fırında pişir. Tərkibində qaymaqlı göbələk var. Qazan kotleti, tərəvəzli. Keçirik buradan uspazı yeməklərdən kənd toyuğunun sosu, dişə batırma, az sulu. Və burada var parça bozbaş qoyun ətindən mis qazanda pişir. Tərəvəzli quzu əti, quzu qovurma da deyə bilirik və keçirik kənd sopasının soyutması əsl yaz mövsümünə uyğun. Burada var döşəmə plov qazmaqlı. Yuxarıda isə var kuzu ciyarı. Tuzlu formasına pişirmişik. Bu tipi pendirli, zirincli düyünlə, qaymaqlı toyuq göbələkli və aşağıda isə var burada kuzu masası, fırında qızardılmış lobya toyuq əti ilə. Fırında kuzu antrikot, badımcan pomidor kabları yanında. Boyana plovumuz var Ağdam mətbəxindən və yanına da əlavə edilmişik. Pul tibi, şabalıqlı qədər bir yemək var. Pendirli dana qovurmamız. Şorbalardan isə lobya şorbası, toyuq şorbası, mərci şorbası və qazan yeməklərimizdə həmişə kimi olaraq özbək asılı müştürmamızın şorba bizdə daimi olaraq olur. Keçirik qızartmalı yeməklərdən fikirli langetlərdir, pendirli langetlər, manası sarı toyuq, havada bilələri var, musafqalar, jülyenlər, sultan kebabı, tabakalar və sair yeməklərimiz mövcuddur. Buyurunuz olsun. 4 tane fərqli çeşid yemək göndərir və hazır üstə gəlin başlayalım. Bir yeməyimiz olacaq, uspazlı dolması. Pomidoru, badımcanlı da, şirin biber. Üstünə də yağ əlavə edirik, öz yağında. Bir yeməyimiz olacaq, sümüksüz quzu ətindən tərəvəzli hazırlamışıq. Üstünə kəşki otu, limon suyunda və öz bulyonu. Bir yeməyimiz də quzu ətindən olacaq. Bu biraz sümüklü, tikə batırmalı bir yeməkdir. Əsasən quzunun qabırğalarından antrikot hissəsi, bel hissəsi və yanına da əlavə edirik 3 ədəd kartof. Olaraq 4-cü yeməyimiz quzu ətindən spanaqlı masa. Yanına da belə bunun hissəsindən əlavə edirik. Az suyundan alsalı, şabalıqdır. Belə bir yemək alınır. Buyurulmuş olsun. Yeni günə bismillah deyirik və keçirik birlikdə yeməklərə baxmalar. Deməli, birinci yeməyimiz lobyalı plovla izqara puddibilərdə manqalda pişir. Və keçirik buradan kənd sopasına sosu, tikə batırma, kartofla. Yeni yeməyimiz çıxıb, sezona uyğun, lobyalı, qiyməli belə bir yeməyimiz var. Səbzi qovurma, yanında düyünə servis edirik. Burada var qazan kotleti, həmişə kimi tərəvəzli və parça bozbaş var, mis qazanda. Antrikot dolma, yanında bel ətləri ilə. Burada var şüyütlü plov, şabalıqlı toyuqla, şirəli dana, dananın beli ilə hazırlanır, tərkibində şabalıq da var. Toyuq çırpması, kənd sopasının çırpmasıdır, pomidorlu. Və yuxarıda var bizdə pendirli spagetti, qiymə var tərkibində. Burada fırında farel balıqları hamının sevdiyi, saxsıda toyuq əti, göbələklərlə kənd sopasının soyutması. Aşağıda isə var burada quzu masası fırında, yanında xırda quzunun bu hissələrindən hazırlanmış. Çox gözəl, maraqlı yeməkdir. Cənub zonasına aid qiymə qatır yeməyi, yanında düyünə servis edirik. Keçirik buradan şorbalarımıza. Şorbalardan isə brokoli şorbası, vitaminli, şükrən subot, rəngindən də görürsünüz ki, super boxsu. Yeməklərimizin yanında qarnir olaraq lobyalı plovla koymuşuz. 2 hissəsi əgər kesin yerə bilirik. Mərci şorbası, aşqara, qızartmalı yeməklərdən isə var burada püre, kuş yuvası, ləvəngi, toyuq leti ilə və burada var bükmə langetlər, jülyenlər, manası sarı, toyuq, langet, tabakalar və buyurulmuş olsun. Ramazan ayının 12-ci günü saat 9-u və dəzgahımız hazırdır. Keçirik mişli qovurması qara tikələrlə və burada var piti, zərfəranlı, heyva şirəsində quzu masaları, antrikot dolma, qazan kotleti, həmişət kimi. Və keçirik burada mis qazanda quzu sosu, qıvadlaşır, xallı aşırıdan hamımız bilirik. Tərəvəzli toyuq əti göbələklə, lobya plov, puddi bizqara və fırında var burada farel balıqları, kartoflarla yanında, pendirli toyuq göbələklə, əcəb sandal mal əti ilə, tərəvəzli badımcanlı, tikə batırma kənd sopası ilə
Ispanaqlı quz əti, tərəvəzli toyuq. Aşağıda var qurd dibi fırında və burada var ət manastırı, hindi. Keçir buradan suplardan isə vərməşin supu, malatina, süt qırmızı, ukraynski boz. Aşqaramız var, mərci var, suplar 4 çeşiddə çıxmışıq bugün dəzgaha. Və qızartmalıq yeməklərdən isə köftəli toyuq və yaxud malatin, qurd dibi, izqara, yendə ləvəngili toyuqlarımız var. Keçir buradan çəkətmə kabı, İsrail yeməyi, jülyen, fayır balıqları, sazan balıqları, qızartmaları və tabakaları. Buyurun, nuş olsun. Ramazana gəlir və bildiyiniz kimi biz 7-24 işlədiyimizdən həm imsaqda, həm iftarda sizə xidmətimiziyik. Və keçirik buradan yeməklərdən heyva dolması, fırında qızardılmış, tərəvəzi köftələr, kəkikçisi və burada var qazan kotleti tərəvəzi, türklərin məxlubi aşı toyuq ətindən, 2 dənə 300 qramlıq həmişə kimi dəzgahlar və keçirik səbzili toyuq turşulu, mis qazanda çoban bastırma, qurd dibi, zirincli, qaymaqlı, üspazı dolması var və aşağıda dana qoymaq, göbələli, tərəvəzlərlə. Keçirik buradan spagetti qiymə, antrikot, kuzu əti ilə fırında və burada var belə bir aşımız var, həm heyvalı, qara kişmişli, kuzu masalarında. Keçirik buradan tişonka, üstsüz zirmişlərlə və Türk mətbəxindən var, qarnıyarı. Şorbalardan isə xarço, borş, mərci və qızartmalı yeməklərimizdən var. Parel balıqları, sazan balıqları, zirincli düyünə servis olunur. Toyuq ləsi, tavada qurd dibilər, saxsıda toyuq, manastır sarıda toyuq, pendir, langir, sultan kebabı, jülyen, tabakalarımız, yemişlik olması, tişonka özbək aşı həmişə bizim dəzgahda olur. Buyurulmuş olsun. Sən burada olsaydın, hansı yeməkləri seçərdin? Gəlin birlikdə yeməklərə baxalım. Özbək sulu tava kebabı, qızartma kartoflarla qoyun əti, qaymaqlı masa, yanında külləmə kartoflarla qarnı verilir, kəkik otulu, az sarımsaqlı, qazan kotletimiz var burada, vərməşilli düyünlə qurd dibi izqara, çöpdə hazırlamışıq, kiftəmiz 300 qram əmək çəkisi var, çoban bastırma quz ətindən mis qazanda, alça turşu şabalıqdır, lobyalı plovla toyuq kotletlərimiz var, keçirik buradan pendirli toyuq və çəpiş bozatma. Və burada var üspazı hər fəsildən, yəni qış, yay fərqi yoxdur, bizdə üspazı olur. Pendirli dana qovurması, spagetti toyuqla, keçirik buradan aşağıdan. Fayır balıqları fırında qızartma. Qiyməli pendirli yeməyimiz var və talış mətbəxindən balıq ləvəngi, noxudlu plovla yanına qarnı verilir. Çaşşılı yeməklərdən və gürcü mətbəxindən bəzi yeməklərimiz də var. Keçirik buradan xarçoya, su, külləmə kartof, qarnir olaraq hansısa yeməklərin yanına deyirik, boz, ukraynski, qırmızı, mərcimiz var burada. Qızartmalıq yeməklərdən manaslı sarı toyuq, pendirli langir, belə bir bonfillər var, qurd dibilər, nargislər, jülyen, şaurma tərkibli yeməklərimiz var, tabakalarımız və əlavə olaraq imişlik olması, tişonka özbək aşımızda mövcuddur. Buyurun, nuş olsun.